Rusiya yenidən Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq istəyir. Rəsmi Bakı və İrəvan vasitəçiyə ehtiyac olmadığını vurğulasa da, Moskva inadından əl çəkmir. Rusiya Xarici İşlər Nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşır. Prezident Vladimir Putin mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 80-ci il dönümünə həm Azərbaycan prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. İlham Əliyev və Nikol Paşinyan tədbirdə iştiraklarını təsdiq ediblər. Kreml bundan istifadə edərək Moskvada İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş təşkil etmək istəyir. Ekspertlər iddia edir ki, görüşün başlanğıcında Vladimir Putinin də iştirakı istisna deyil. Kreml Bakı və İrəvanın danışıqlarda sona yaxınlaşdıqlarını hesab edərək, gələcək sülh sazişinin Moskvada imzalanmasına çalışacaq. Qlobal info.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Azərbaycanla Ermənistan arasında 17 maddəlik sülh müqaviləsi razılaşdırılsa da onun imzalanması yubanır. Bu da ortaya maraqlı suallar çıxarır. Tərəflərin iradəsi sülhün davamlı qorunması üçün kifayət qədər yetərlidirmi? Yoxsa regionda maraqlı qüvvələr daha çox təsir edər? Prosesin müşahidəsi onu göstərir ki, Azərbaycan və Ermənistan kifayət qədər iradə nümayiş etdirərək birgə fəaliyyəti üstünlüyü versələr, digər bütün maraqlı tərəflər oyundan kənar vəziyyətdə qalır. İndi tərəflərin yeni bir müstəqil və obyektiv qərar verməsi lazımdır. Sülh müqaviləsinin imzalanacağı məkanı Azərbaycan və Ermənistan öz arasında həll etməlidir. Bu məsələdə Ermənistanın hər hansı ikili oyunları onun öz əleyhinə işləyəcək. Sülh müqaviləsinin vasitəçilərlə imzalanması onun icrasının gələcək məsuliyyətini daha çox tərəflərə deyil, vasitəçiyə yükləmiş olacaq. Bu isə regiona kənar müdaxiləyə yol açmaqdır. Nəticədə isə davamlı sülh şübhə altına düşəcək. Ekspert deyib ki, Kremlin davranışları məhz onu göstərir ki, Azərbaycan və Ermənistan qarşılıqlı münasibətlərdə həmişə ondan asılı olsun. Ona görə də Paşinyan Qərbin və Rusiyanın şirinlikləndirici vədlərinə aldanmamalı, yalnız Azərbaycanla məsləhətləşmələrə üstünlük verməlidir. Putinin 9 may qələbə paradına həm prezident Əliyev, həm də baş nazir Paşinyan müsbət cavab verdiklərinə görə orada iştirak edə bilərlər. Faşizm üzərində qələbə yalnız Rusiyaya məxsus deyil. Buna görə də orada Azərbaycan və Ermənistan rəhbərliyinin iştirakı təbii qəbul olunmalıdır. Rusiya hökumətinin son davranışları göstərir ki, onlar bu fürsətdən istifadə edərək üçlü görüş təşkil etmək niyyətindədir. Bu görüş olsa belə nəyisə dəyişmək gücündə deyil və ona regionun taleyini həll edə biləcək bir missiya kimi baxmaq doğru olmazdı. Sülh müqaviləsinin imzalanması mərasimi uzandıqca ortaya daha çox maraqlı qüvvələr çıxa bilər. Ona görə də tərəflər vaxtı uzatmadan bu sənədi özlərinin təyin etdiyi yerdə imzalamalıdır.